Yaxşı, bu qalxozun böyücü, baş biləni kim olacaq? Sədri cəmaat özü seçməlidir. Biz Salihi təklif edirik. Nə oldu Kərbəlayı? Yazıldın? Sənin sədrin mənim muzdurum idi. Malqaram otarardı. Elə sənin özün dəyirmanda dəlimi üydərdin. Nədir yadından çıxdı? Kərbəlayı, vaxt vardı sənin qılıncının qəbzəsi də kəsildi. Keçdi o dövran. Atan mənim qapımın nökəri idi. Süfrəmin artığı ilə böyümüsən. Nə xoruzlanırsan, nə tez qudurdun belə. Mən qalxozsuz da keçirərəm. Mənə əl qaldıran hələ anadan olmayıb. O getdiyim Kərbəla haqqı, onların kökünü kəsərəm. Hələ səbr elə görək. O qalxoz-malxoz oyununun axırı necə qutaracaq? Adətən sel gələndə əvvəl kör-köp gətirər. İri qol-budaqlı kötüyü selin gör yeri axırdar. İndi tərsin olub. Kötüyü qabağa veriblər. Görəsən, onları bu işə vadar eləyən nədir? Bəlkə demək istəyirlər ki, hələ yüngülümüz Abbasqulu bəydir. Sonrası lap ağır gələcək. Bəlkə mənə hörmət eləyirlər. Onu bu işə qoşan kimsə çox tədbirli adamdır. Bilir ki, Abbasqulu bəylə haqqı salamım var. Mən ona toxunmaram. Gözləmiyorlar. Kim olur olsun, dost ya düşmən, biz gərək öz ləyaqətimizi itirməyək. Yaxınca görüb, sən bilirsən ki, Çəmən kənddə bunları doğrayıb quyuya töküblər? Bilirəm. Səni də tikə-tikə doğratdırıram. Dilini fərağat saxla küçük. Sənin qurduğun şura hökumətinin kökünü mən kəsəcəyəm. O qırmızı bayraq asmışdım, ha? Orada öz bayrağımı asacağım. Onu buradan rədd edin, gözüm görməsin. Satqın niyə olursan? Əvvəl səhv eləmişsən, indi başa düşürsən ki, yaxşı iş görmürsən. Mən də səni öldürmürəm, başlayıram. Bacarmaram. Sabah mən kətdən çıxan kimi ikisini də. Gör bunun axırı nə ilə qutara bilər. Hökumətlik eləməyəcəksən ki. Mən belə hökumət tanımıram. Nayraq. Şura hökuməti ilə məninki tutmaz bəy. Nə elib sənə şura hökuməti? Hələ soruşursan da, mən gördüyümü Allah heç kəsə göstərməsin. Oğlum Yadullanın müsibəti heç belə olmamışdı. Canımı dişimə tutub bir təhər dözürdüm. Dinç qoymadılar. Torpağımın yarısını aldılar, demədim. Şura Soveti gəldi, konvent getdi, demədim. Evimi tarmar elədilər, danışmadım. Taxılımı apardılar, demədim. Əşə hansını deyim? İndi də bu qalxoz oyununu atıblar ortaya. Deyirlər ki, inəklərini ver, öküzlərini ver, atını da ver, arabanı da ver. Sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da. Hələ bir soruşursan ki, şura hökuməti mənə nə edir? Amma Kərbəlayı, papağını qoy qarşına yaxşı-yaxşı fikirləş. Bu işin necə qurtaracağı sənə bəllidir. Topxanan yox, cəbbəxanan yox. Namusumuz, qeyrətimiz var, bəy.
dözərik. Getdik. Abbasqulu bəy, özünə əziyyət verib, geri qayıtma. Sən fikirləşdiyin qədər də biz aziz deyilik. Kərbəlayı, cəmaat Abbasqulu bəyin meydin vermir. Nə deyib vermir? Deyir, özümüz dəfn edəcəyik. Elə bu qalmışdı ki, bəy rəiyyət dəfn eləsin. Özüylə 5-6 nəfər silahlı adam götür, meydi bura gətir. Kimi aparım Kərbəlayı? Yəni kimi? Cəmaat dağılıb Kərbəlayı. Tək qalmışıq. Hamı Abbasqulu bəyin dəfnindədir.